olsun, hörmətli izləyicilər. Ento TV-nin efirində hər birinizi xoş gördük. Dəyərli izləyicilərimiz, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı təsdiq edilib. Sosial-iqtisadi inkişaf dedikdə əhatə dairəsi geniş olan bir proqramdan bəhs edirik. Dövlət proqramına müxtəlif aspektlərdən yanaşmaq olar. Təhsil istiqamətində yanaşsaq, Naxçıvan Dövlət Universiteti sözügedən dövlət proqramından irəli gələn məsələləri uğurla icra etməkdə davam edir. Dəyərli izləyicilərimiz, bugün biz həmin dövlət proqramına iqtisadi aspektdən yanaşma edəcəyik. Təbii ki, mövzuyla bağlı studiyada qonaqlarımız var, onları təqdim etmək istərdim. Azərbaycan Dövlət İqtisad Universitetinin elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru professor Zahid Məmmədov, Naxçıvan Dövlət Universiteti Beynəlxalq Ticarət və Menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovdur. Xoş gəlmisiniz. Teşekkürler size. Zahid müəllim, istərdim öncəliklə sizdən başlayaq. İlk sualımı sizə ünvanlayım. Dövlət proqramının iqtisadi inkişafda istərdim rolundan bəhs edək. Ümumiyyətlə, dövlət proqramının iqtisadiyyata təsiri necə qiymətləndirilir? Nəzərə alsaq ki, dövlət proqramı ali devlətin qəbul etdiyi sənəddir. Sənədin icrasına bağlı, onun monitoringi, onun təhlili, bütünlüklə dövlət tərəfindən həyata keçirilməsinə bağlı icra mexanizmi, hamısı təsbit olunmuş tədbirlər planında. Və əlbəttə, bununla bağlı hesabatlıq var və nəzərə alsaq ki, dediyim kimi, burada həm maliyyə ayırmaları var və maliyyə ayırmaları qarşılığında həyata keçirilən layihələrin icrasına bağlı nəzarət var və bu qarşıda hər bir icraçının qarşısında böyük məsuliyyət dayanır. Və bu baxımdan dünən Naxçıvan Dövlət Universitetində elmin inkişafı ilə bağlı böyük bir tədbir keçirildi. 600-dən çox məqalə daxil olmuşdur. Həmən-həmən Azərbaycan Respublikasında fəaliyyət göstərən, həmən-həmən deyərdim ki, bütün ali təhsil müəssisələri və elmi təşkilatların nümayəndələri bura məqalə və gələcəkdə Naxçıvanın inkişafı ilə bağlı, Naxçıvanın inkişafında elmin rolu, xüsusilə də insan kapitalının inkişafında ali təhsilli müəssisələr qarşısında duran vəzifələr, məsələləri geniş şəkildə müzakirə olundu. İlk olaraq, hörmətli rektor, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus müəllim, yəni konferansda, plenar iclasda tezislər ələ sürdü. Yəni, bu gün ölkənin, xüsusilə regionun inkişafında, milli iqtisadi inkişafında universitetlərin rolu nə ola bilər? Yəni, nə ola bilər? Hansı məsələlər? Və aparılan universitetlər, aparılan elmi tədqiqatların nəticələrini kommersiyalaşdıra bilməsi üçün nə etməli? Məsələn, bugün elmi tədqiqat nəticələri var, onu kommersiyalaşdıra bilərikmi? Daha sonra sənayenin inkişafına bağlı məhsullar, Made in Azərbaycan deyirik. İndi tutaq ki, biz məhsul istehsal etdik. İstehsal etdiyimiz məhsulları satışda uğur qazana biləcəyizmi? Sata bilirmiyiz? Tanıta biləcəyikmiz? Çox önəmli. Məsələn, bugün biz baxırıq, Qarsda fəaliyyət göstərən adi bir kəndli. Bunun malının alıcısı Hollandiya, Danimarka. Adam sosial şəbəkə vasitəsilə malını sata bilir. Bəli. Yəni, bugün Naxçıvanın o qədər geniş məhsulları var. Və mənə indi məktub gəlir telefona. Bütün tanıdığım dostlar deyir, Naxçıvandan gələrkən elə adlar söyləyirlər. Yəni, Naxçıvanın bitki məhsulları var ki, mən ilk dəfə işləyirəm. Gələrkən ondan, yəni Naxçıvanın elə kənd sənəti məhsulları var. Amma gəlin baxaq görək, bu Naxçıvanın məhsullarını biz tanıda bilmişikmi? Bugün Bakıda Belarus məhsulları, Bakıda, Ukrayna məhsulları adlı Pribaltika məhsulları, geniş dükanları var. Və mən istəyərdim ki, sırf Naxçıvanın məhsulları, Naxçıvanın məhsullarının tanıtımı ilə əlaqədar. Çünki dünya bazarına, ayrıca olaraq Bakının özündə də, regionların özündə də. Bilirsiniz, bu gün nəzərə alsaq ki, ən çox tələbə, bilirsiniz ki, universitetlərin beynəlləşməsində, tanıtılmasında ən çox rol oynayan tələbə sayıdır, xarici tələbələr. Bu gün Naxçıvan Dövlət Universiteti tələbə sayı bütün universitetləri içində ən çox tələbə sayına sahib. İndi bu tələbələr nə olacaq? Sabah öz ölkələrinə gəldikdə bir növ Naxçıvanın elçiləri olaraq, Azərbaycan elçiləri olaraq fəaliyyət göstərəcək. İndi bunlar fəaliyyət göstərdikləri halda
Naxçıvanda istehsal olunan məhsulların satışına dəstək ola biləcəklərmi? Biz indidə bizim Naxçıvanda həm onlar tələbə olduqları müddətdə bizim bax şirkətlərin imkanları var. Bizdə Naxçıvan Dövlət Universitetində oxuyan tələbələrlə ünsiyyətdə olsunlar. Dəvət etsinlər. Gəlin, məllarını tanıtırsınlar. İnandırım sizə bir də görürüz, Tanzaniyadan olsun, nə bilim, keçdi ölkələrdən olsun. O məhsulların satışı həmin ölkələrdə biz görmək imkanına sahib olacaq. Böyük potensial var. Mən bugün Naxçıvan iş adamlarına burada səslənirəm. Çünki orada Elbrus mənim bir məsələ də qoydu. Qarşımda elmi tədqiqatlar, universitetlər və biznes əlaqələrinin gücləndirilməsi üçün nə edə bilək? Çünki bugün hansı haldayıq? Bugün elə bir ki, çaydır, bir hissəsində biznesdir, bir hissəsində elmi təşkilatlar, ali təhsil müəssisələri. Bunlar arasında körpü funksiyasını yaratmaq lazım və Naxçıvan Dövlət Universitetində mən baxdım, texnopark qurulub. Və bu texnopark sanayi işbirliyi ilə universitetlər arasında əsas körpü rolunu oynayacaqdır. Dediyim kimi, Naxçıvanda fəaliyyət göstərən şirkətlər üçün yeni imkanlar, üfüqlər yaranıb. Gəlsinlər, burada oxuyan 2000-dən yuxarı xarici tələbələri şirkətlərinə dəvət etsinlər. Çünki sabah o insanlar bugün buranın tələbəsi, sabah sizin məhsulun satıcılarıdır, sizin məhsulun alıcılarıdır və onların təbliğatına məşğul olacaq insanlardır. Düzdür. Əslində çox düzgün bir məqama toxundunuz. Hörmətli rektorumuz Elbrus İsayev də universitet sənaye işbirliyini artıq belə deyək, bariz şəkildə prioritet. Mən baxdım konferansda prioritet olaraq qoydu ki, mən xahiş edirəm ki, konferans içərisində bunu müzakirə edin və sonra da konferansın nəticələri qarşılığında bir qətnamə qəbul edək, müvafiq orqanlara göndərək. Bu gün indi biz panel icrası olaraq bununla bağlı ümumiləşdirilmiş müzakirə nəticəsində qərar qəbul edəcəyik və müvafiq dövlət orqanlarına, biznes qurumlarına göndəriləcəkdir. Elə bu aradan istifadə edərək, elə dünən biz hörmətli şəhər icra hakimiyyəti başçısından, İqtisadiyyat üzrə fəlsəfə doktoru Cabbar müəllimlə də görüşdük, müsahiblə və universitet və dövlət münasibətləri, əlaqələrin gücləndirilməsi mövzusunda, universitetlə deməli, icra hakimiyyəti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olundu. Və mən inanıram ki, yaxın müddətdə bunların biz nəticəsini görə biləcəyik. Düzdür. Elə istərli verilişimizin bu məqamında növbəti sualımız Cavadxan müəllim üçün ünvanlayın. Cavadxan müəllim, dövlət investisiyaları və strateji prioritetlər haqqında istərli izləyicilərimizə məlumat verək. Dövlət investisiyalarının əsas istiqamətləri nələrdir? Çox sağ olun. Təbii ki, ölkəmizdə və onun iqtisadi rayonlarında, eyni zamanda da Naxçıvan iqtisadi rayonunda bu sahədə sistemli tədbirlər həyata keçirilir. İnvestisiya mühitinin yaradılması bu sahədə ən əlverişli bir mexanizmdir. İnvestisiya mühiti anlayışına baxanda, investisiyanın yatırılması məqsədi olan ölkədə sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin əlverişli olması nəzərdə tutulur. Təbii ki, ölkəmizdə də, Naxçıvan iqtisadi rayonunda da bu sahədə kifayət qədər bir şərait yaradılmışdır. Ölkəmizdə uğurla icra olunan sosial-iqtisadi inkişafa dair dövlət proqramları, xüsusən də sizin qeyd etdiyiniz kimi Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illəri əhatə edən sosial-iqtisadi inkişafına dair dövlət proqramı bu sahədə çox mühüm tənzimləyici mexanizmdir. Amma investisiyanın ən aparıcı həlqəsi təbii ki, insan amilidir, insan kapitalıdır. Və hətta dövlətimizdə də belə bir prioritet nəzərdə tutulmuşdur ki, neftə dayanan milli iqtisadiyyat qurulsa da, neft kapitalının insan kapitalına çevrilməsi məsələləri də aktual bir məsələ kimi götürülmüşdür. Və həmin dövlət proqramında da bu proses əsasında müddəalar müəyyən olunmuşdur. Məsələn, 9-cu prioritetdə insan kapitalının inkişafı nəzərdə tutulub və burada da bütün sahələr kimi Naxçıvan Dövlət Universitetində də insan kapitalının inkişafına xidmət edəcək investisiya prosesləri həyata keçirilməsi nəzərdə tutulub. Məsələn, infrastruktur təsisatlarının yaradılması, sabah qruplarının yaradılması. Naxçıvan Dövlət Universiteti bu sahədə Azərbaycanın bütün ali məktəbləri içərisində bir model olaraq təqdim oluna bilər. Yəni, universitetimizin 108 hektarlıq sahəsində, ərazisində hörmətli Zahid müəllimin də qeyd etdiyi kimi texnoparkdan başlanan quruculuq prosesləri onun bütün fakültələrini... Texnoparkla bağlı elə xüsusi olaraq demək istəyirəm. Keçən illəri deyəsən siz, ilk dəfə mən Azərbaycanda
texnoparkların iqtisadi inkişafında Bəli. rolu mövzusunda Naxçıvan Dövlət Universitetində böyük bir konfrans oldu. Düz mən iştirak edə bilmədim, təəssüflər olsun. Amma doğrudan da bu özü göstəricidir. Texnoparkların ölkənin iqtisadi inkişafında rolu, bunu da Naxçıvan Dövlət Universiteti həyata keçirmişdir. Və mən ümid edirəm ki, bu artıq yəni texnoparklarla əlaqədar bütün dünyada fəaliyyət göstərən universitetlər bilər ki, belə bir tədbir var, belə bir platforma var, müzakirə üçün imkanlar var. Ümid edirəm hər il biz burada yığışıb bu məsələləri müzakirə etmə imkanına sahib olacağıq. Təbii ki, bu məsələ getdikcə daha da aktuallaşacaq və öz aktuallığını hər zaman qoruyacaq. Zahid müəllim, dövlət proqramlarının belə deyək, əmək bazarına təsiri danılmazdır və bu məsələdə ali təhsil müəssisələrinin üzərinə xüsusi bir məsuliyyət düşür. İstərdim bu sahədə sizin yanaşmanızı dinləyək. Mən bu sualınıza görə özəlliklə sizə minnətdaram. Birinci gəlin baxaq görək ki, ali təhsil müəssisələrinin nizamnaməsinə açıq və net şəkildə yazılıb ki, ali təhsil müəssisələrinin əsas istiqamətlərindən biri, məqsədlərindən biri əmək bazarının ehtiyaclarına uyğun yüksək səviyyəli mütəxəssislərin hazırlığıdır. Kadr potensialı. Bəli. Demək, bu kadr potensialının hazırlanması. İndi gəlin baxaq. Yetişdirdi, amma burada bir əlbəttə problemlər var ki, yetişdirilən kadrlar daha sonra yenidən imtahana cəlb olunur. Burada universitetin əgər məzun etdiyi tələbə özü artıq bir markadır. Yəni markanı yenidən müzakirə etmək, markanı yenidən imtahana cəlb etmək. Elə bil ki, siz elə bir markasınız ki, şirkətin. Tutaq ki, bir maşın istehsalçısınız. Təzədən bunu kimsə yoxlasın, kimsə yoxlasın. Bu artıq dünyada qəbul. Bəli. Bu sertifikat alıb. Yəni bu gün əmək bazarına yönəlik mən baxdım məsələn Naxçıvan Dövlət Universitetinin tanış olduğum laboratoriyalarından, tədris mərkəzlərindən, elmi tədqiqat mərkəzlərindən. Burada çox güclü potensial infrastruktur imkanlar var. Və burada məzun olan bilməlidir ki, o Naxçıvan Dövlət Universitetinin məzunudur. Və bunu yenidən imtahanlara cəlb edilməsi, çünki burada ən əsas təsdiqləyici sənəd var. Dövlət Attestasiya Komissiyası imtahan nəticələrini qəbul etmişdirsə, komissiya qərarını vermişdirsə və tələbə artıq məzundursa, diploma sahibdirsə, o artıq əmək bazarında müzakirəsiz işə qəbul olunması. Mən bunu ümid edirəm. Düşünürəm ki, bu da bizim mövzuların, müzakirə mövzularının əsas prioriteti olmalıdır. Çünki məzundur, pedaqoq məzun oldu, məsələn. Mən çünki bilirəm ki, Naxçıvan Dövlət Universitetində məzun olanlar bazarda çox ciddi şəkildə tələb olunur. Amma dediyim kimi, bunun yanında bəzən imtahanlara cəlb olunması, düşünürəm ki, baxış dəyişməlidir. Əslində çox maraqlı bir məqam ortaya qoydunuz. Mən elə gəlir sizin bu yanaşmanız məzunlarımızın olduqca ürəyincə olacaqdır. Mənim bu mövzuyla bağlı dünən bir neçə mətbu orqanlar paylaşmış, müzakirə edir. Əlbəttə inanıram ki, yaxın müddətdə bu məsələyə münasibət bildiriləcək. Çünki dediyim kimi, məzun olur, 4 ildən sonra yenidən bunun ayrıca bir imtahana, ayrıca bir təlimlərdən keçirilməsi düşündürücü məsələdir. Bəli, burada əsas cavab verici olan qurum təbii ki, qarşı tərəf müəssisələrdir. Hər halda sizin bu yanaşmanıza, çağırışınıza müəyyən qədər mən inanıram ki, reaksiyalar olacaqdır. Biz də səbirsizliklə gözləyirik. Zahid müəllim, bir məqam da istərdim qeyd eləyəsiniz. Sahibkarlıq və dövlət dəstəyi proqramda yer alan məsələlərdəndir. Dövlət proqramı sahibkarlığın inkişafına hansı şəkildə dəstək verir? Yəni, nəzərə alın ki, Azərbaycanda sahibkarlığın milli kömək fondu var. Azərbaycanda KOBİlər var, kiçik və orta ölçülü biznesə dəstəklənməsi ilə bağlı dövlət agentliyi fəaliyyət göstərir. Azərbaycanda güzəştli kreditlər var. Yəni, vergi güzəştləri nəzərdə tutulur. İndi Naxçıvan Azad İqtisadi Zona keçidlə bağlı o məsələlər də gömrük tariflərinin, vergi dərəcələrinin aşağı salınması ilə bağlı məsələlər də müzakirə olunur. Yəni, burada əsas odur ki, sahibkarlara göstərilmiş dəstəklə yanaşı sahibkarlar da ortaya elə bir məhsul qoymalıdır, inovativ məhsul ki, onlar yarın bazarlarda qəbul edilsin. Bayaq, hörmətli Cavadxan müəllim investisiyalarla bağlı ifadə etdi. Biz şahid olmuşuq bəzən. Böyük investisiyalar yatızdırılır, böyük investisiyalar qoyulur. Müəyyən müddətdən sonra fabrik fəaliyyətində fasilələr yaranır.
Sual verilir. Fabrik niyə fəaliyyət göstərmir? Deyir ki, biz alıcı tapa bilmirik. Niyə? Çünki sənin marketing strategiyan, menecment strategiyan, yəni maliyyə strategiyanda sorunlar var. Şirkətlər də bu problemlərin həlli ilə bağlı universitetlərlə sıx əlaqədə olmalıdır. Bəzən şirkətlər elə gəlir ki, mən məzun oldum, mənim artıq cibimdə diplom varsa, mənə ehtiyac yoxdur universitetlər. Hər zaman universitetlərlə müzakirə etmək lazımdır. Şirkətlər deməlidir, bu məziyyətdən çıxış üçün nə etməliyik? Mən bilirəm ki, Cavadxan müəllimin kafedrası bununla bağlı logistika böyük plan hazırlamışlar. Zəngizur koridorla bağlı Türkiyədə onların bir tədqiqat əsərləri var. Yəni, var və bunları tanıtmaq lazım. Və Naxçıvan iş adamları, Azərbaycan iş adamları, əgər Türkiyədən belə bir tələb gəlmişdirsə, Naxçıvan Dövlət Universitetinə, ümid edirəm ki, bu tələb də bizim şirkətlərdən gəlir. Bizim şirkətlər bəzən dövlətdən dəstək istəyir. Hər şey edilir, siz özünüz sahibkar olaraq elmi tədqiqatların inkişafı üçün siz hansı addım atırsınız? Bax, o da vacib şərtlərdən biridir. Cavadxan müəllim, Zahid müəllim də qeyd etdiyi kimi dövlət proqramı əslində ümumi götürəndə regionda yeni reallıqlar yaratdı. Yəni, burada elə az öncə qeyd etdiyimiz məsələ, dövlət sahibkara yetərincə dəstək verir. Və sahibkar nə edir? Elə Zahid müəllim bu məsələni ortaya qoydu. İstərdim sizin bu sahədə yanaşmanızı dinləyək. Az əvvəl qeyd etdiyim kimi, dövlət proqramı yeni reallıqlar yaratdı regionda. Həmin reallıqlar nələrdən ibarətdir? Bu, biraz açıq istəyirəm bu cümləni. İcazənizlə mən fikrimi onunla əsaslandırım ki, Naxçıvan Dövlət Universitetində bu sahədə də bir baza yaradılıb. Çünki Texnoparkda sahibkarlarla bağlı olan strukturlar da fəaliyyət göstərəcək. Məsələn, deyək ki, sənaye parkları ilə bağlı olan ofis fəaliyyət göstərəcək. Biznes inkubatorlarının ofisi fəaliyyət göstərəcək. Xarici rezident nümayəndələrin buradakı əlaqələndirmə mərkəzi olacaq. Yəni, bütün bunlar təbii ki, universitetdən şaxələnən bir idarəetməni, həm də iqtisadi idarəetməni şaquli və üfüqi istiqamətlər üzrə bir-biri ilə əlaqələndirəcək. Yəni, dövlətin apardığı ağır yükü sahibkarlar təbəqəsi onları paylaşacaq. İstehsal infrastrukturu üzrə, sosial infrastrukturu üzrə və bunun bir çox ədəbiyyatlarda öz əksini tapan bazar infrastrukturu üzrə düzgün koordinasiyanı təmin eləmiş olacaq. Burada da universitetimizin fakültələrinin tələbə nəzəriyyədən təcrübəyə düzgün keçidi təmin eləmiş olacaq. Kitabxana, fakültə, texnopark əlaqələndirilməsinin, həlqəsinin düzgün tədqiqat mexanizmi baxımından düzgün əlaqələndirilməsi ortaya qoyulmuş olacaq. O zaman belə bir sual çıxır. Sual deyəndə ki, müzakirə mövzusu təcrübəsi olmayan elmi tədqiqat, elmi tədqiqatı olmayan təhsil, təhsil və elmi tədqiqatlar əsasında biznes əlaqələrin gücləndirilməsi günün tələbidir. Yəni, bunlar vəhdətdir. Bunlar olmadan, indi Cavadxan müəllim çox doğru buyurdu. Yəni, görürsünüz, universitet sadəcə bir nəzəri bilikləri vermir. Universitet praktiki bilgiləri verir. Onu biznes hazırlayır, gələcəyə hazırlayır və bunlar vəhdət şəklində olmalıdır. Ona görə universitet missiyası dəyişib. 1. Təhsil, 2. Elmi tədqiqat, 3. Sahibkarlıq universiteti. Və mən bugün Naxçıvan Dövlət Universitetinin timsalında təcrübə elədim, regionda bu 3 missiyanı həyata keçirən bir universitetdən tanış oldum. Və çağırış edirəm məzunlara, abituriyentlərə gəlib tanış ola bilərlər. Mən şəxsən çox etkiləndim. Missiyası, təhsil, elmi tədqiqat və kommersiyalaşdırma. Mən bunu burada görə bildim və ümid edirəm ki, gələcəkdə digər universitetlərə də bu praktika yansıyacaqdır. Əslində, Zahid müəllim, Naxçıvan Dövlət Universitetinin strategiyası günün tələblərinə əsaslanır. Yəni, bunlar olmasa, gələcəkdə məzunlar da elmi tədqiqatla məşğul olan akademik heyət də özünü tapa bilməyəcəkdir. Həm də burada bir məsələni qeyd edeyim. Naxçıvan Dövlət Universiteti burada bir mərkəz rolunu oynayacaq. Məsələn, Texnoparkda nələr olacaq? Muxtar Respublikamızda fəaliyyət göstərən dövlət strukturlarının, istər iqtisadi yönümlü olsun, istər sosial yönümlü olsun, digər strukturların burada konsalting xidmətlər göstərməsi üçün şərait olacaq. Yəni, həmin strukturların nümayəndələri gəlib burada məsləhət xidmətləri verəcək, bizneslə məşğul olan
iş adamlarına, sahibkarlıq təbəqəsinə burada məsləhətlər xidmətləri göstəriləcək ki, bunların məsələn hansı iqtisadi fəaliyyət sferası daha səmərəli ola bilər? Və hansı kadra ehtiyacları var? Bəli, əlbəttə ki, bu əmək resurslarından səmərəli istifadə. Həm də Muxtar Respublikamızda bu sahədə yeni reallıqlar dediyiniz zaman, hörmətli professorumuzun da buyurduğu kimi, Muxtar Respublikamızda azad iqtisadi zona reallıqları, logistik mərkəz gerçəklikləri, bir də əlavə olaraq Muxtar Respublikamızın yaşıl enerjiyə keçid prosesləri var. Bununla bağlı, bəli, aktual məsələlərdən biridir. Yaşıl enerji keçid eyni zamanda Naxçıvan şəhəri aşırı dərəcədə yaşıllaşır, diqqət eləyin. Mən gəldiyim sırada çox böyük, fərqli, bütün yerlərdə abadlıq görürəm və bu şəhərin yeni icra hakimiyyəti, hörmətli Cabbar Musayev artıq fəaliyyətə 5 ayda yaxın deyəsən bulunur. Şəhər həddindən artıq gözəlləşir. Şəhərdə ucalıq, o əzəmətlik olan Xan Çınarları yerləşdirilir. Bu, Naxçıvan şəhərinin gücündən xəbər verir. Mən düşünürəm, Naxçıvan şəhərinin tanıtımı ilə əlaqədar dünyada qəbul olmuş bir dizayn var da. Məsələn, elə şəhərlər var ki, o şəhərlərin sadəcə dizaynından tanıyırsan. Mən ümid edirəm, Naxçıvan Dövlət Universiteti Naxçıvan şəhərinin dünya tanıtmasına bağlı özəl bir loqo hazırlayar. Bu çox vacib bir şeydir. Çox. İnanın, o loqonla bütün dünya turisti biləcək ki, Naxçıvan deyəndə nə deməkdir. Və həqiqətən Naxçıvan inanılmaz bir şeydir. Yəni, Naxçıvanı gərək, belə deyək də, o necə 4 cildlik Gəzmək lazımdır əslində, Zahid müəllim. Onu demək istəyirəm. Lev Tolstoyun 4 cildlik Vayna Hər Vəsul əsərini bu yaxınlarda İngiltərədə 2 səhifəyə yansıtmışlar və bir dənə rəssam da bir rəssam tablosunu onu əks etdirmişdir. Çünki insanlar artıq elə ona baxanda görəcək. Mən düşünürəm, Naxçıvan loqosunda Naxçıvanın təbiətindən sənayesinə, universitetinə hər şey orada əksini tapmalıdır ki, hər kəs bilsin ki, Naxçıvan nə deməkdir? Bəli, Naxçıvan əslində ümumi götürsək, qədimliyin və müasirliyin vəhdətini təşkil edir. Qədimliyi dəyişmir. O loqoda olmalıdır ki, bir saatlarla ona baxaq, düşünək. Məsələn, mənə dünən məlumat verdilər, Naxçıvanda 1902-ci illərdə su problemini necə həll etmişlər. Və mən sual qoydum, dünən xahiş etdim şəhər icra hakimiyyətindən ki, bununla bağlı tədqiqat işini sifariş etsinlər. Naxçıvanda su təsərrüfatının tarixi inkişafı. Naxçıvanda bu olub. Biz amma bununla bağlı mənbə görməliyik. Deyir, yayınlanmayan əsər ölüyə bənzər. Mən indi turistik olaraq gəlmişəm. Mənə deyirsiniz ki, burada su olub. Dedilər orada Çaba Musa çeşməsi. Bəli. Və məsələn, bu bir tarixdir. Bu tarixi niyə tədqiqatını aparmayaq? Dünən hörmətli rektor Elbrus müəllim bununla bağlı tədqiqat mərkəzinin qurulması haqqında dünən müzakirə etdik. Su təsərrüfatının tədqiqat mərkəzi ümid edirəm ki, müəyyən dövlət orqanları dəstək olur. Naxçıvanda bu hətta bir türkdən soruşdu. Yaponiyadan gələn Xəlil bəy, çox dəyərli, Xəlil Kələndərli, onun diqqətini cəlb etdi. O soruşdu ki, o necə eləyib ki, bura su gəlib? Hansı metodla? Texnika yox, mühəndislik yox. Necə? Yəni, bunu biz araşdırıb, dünya ictimaiyyətinə verməliyik və su tarixi muzeyində mən bunu görməmişim. Və mən dünən xahiş elədim şəhər icra hakimiyyətindən Naxçıvanın tarixində bu göstərilməlidir. Mən bunu təsadüfən dünən eşitdim. Biz bərabər Xəlil Kələntərli olsun, Türkiyədən gələn qonaq təsadüfən bizdə bu barədə danışıldı. Və ondan sonra hörmətli şəhər icra hakimiyyətinə müraciətimiz oldu. Hörmətli rektor müzakirə etdik və belə bir mərkəzin yaradılması və mən özüm bu təsərrüfatın iqtisadi tarixini öyrədilməsi ilə əlaqədar bura nə qədər pul qoyuldu, kimlər işləyib. Mən bildiyim qədər 8 il burada, hətta dəfələrlə deyilib ki, bu işi bırax, burada pul yoxdur. O inanıb ki, bu həyata keçirecək. Buyurun, belə şeylər. Önümüzə qədər gəlib çıxıb. Və bunu sahibkarlıq mədəniyyətini dediniz. Bu mədəniyyət, deməli Naxçıvanda bu mədəniyyət varkən, bu mədəniyyəti biz niyə göstərmirik ki? Deməli Naxçıvanda biz bəzən
tapırıq Hindistandan, Amerikadan bir sahibkar ölkəsi üçün bunu edib. Axı bizim daxildə etdiyimiz sahibkarlar bunu etdiyi halda bunu niyə deməməliyik? Hətta vaxtı ilə edib, imkanlar zəif olan vaxtı Yəni edib. 1902-ci ildə olan hadisəni biz sahibkarlıq tarixində hər yerdə mülahiza etməliyik. Bəli. Maraqlı yanaşmalar Bəli. lazım. Ümumiyyətlə verilişimiz müddətində mən inanıram ki, çox maraqlı yanaşmalar ortaya qoyuldu və cavablamaq istədim. Sonda qeyd etmək istədiyiniz bir məqam varsa buyurun. Universitetimiz çox böyük, həqiqətən də konferans ev sahibliyi elədi. Hörmətli professorumuzun burada təşrif buyurması, universitetimizə həqiqətən də burada olan yeniliklərə çox yüksək pozitiv bir dəyər verməsi və bu yeniliklərin hörmətli rektorumuzun məqsədyönlü və düşünülmüş rəhbərliyi ilə dövlətimizin gündəlik qayğısından aldığı güclə burada həyata keçirdiyi tədbirlər təbii ki, iqtisadi araşdırmalar sahəsində də çox mühüm bir baza rolunu oynayacaq. Hörmətli Zahid müəllimin də rəhbərliyi altında biz iqtisadçılar bu sahədəki tədqiqatlarımızı çox uğurla davam etdirməyə çalışacağıq. Hörmətli Zahid müəllimin fikirlərindən, əsərlərindən, ideyalarından, təşriflərindən yararlanmaqla Muxtar Respublikamızın ümumilikdə ölkə iqtisadiyyatına daha dolğun inteqrasiya olunması sahəsindəki tədqiqatlarımızı daha sistemli şəkildə davam etdirəcəyik. Universitetimiz də bu sahədə çox böyük stimul yaradır. Çox sağ olun cavablanan mənim fikirləriniz üçün. Zahid müəllim, istəyirəm sizin də sonda fikirlərinizi alaq. Verilişimizi yekunlayaq. Mən çox bir təsir içindəyəm. Yəni mən Naxçıvan Dövlət Universitetinin ilk dəfəyəm 1967-ci ildən fəaliyyət göstərən universitetdə ilk dəfəyəm. Bunun üçün məni bura dəvət etdiyinə görə hörmətli rektor Elbrus müəllimə xüsusi təşəkkürümü bildirirəm. Çünki biz gedib xarici ölkələrin təcrübələrini öyrənib gəlib danışırıq. Mən bugün özüm Naxçıvan Dövlət Universitetində çox böyük təcrübə qazandım. Eyni zamanda Naxçıvanda fəaliyyət göstərən böyük alimlərlə tanış oldum. Çox böyük alimlərlə. Eyni zamanda Naxçıvanda fəaliyyət göstərən xarici professorlarla, özəlliklə Xəlil Kələntərli ilə çox məmnun oldum. Yaxşı fikirlərimiz oldu. Elmi nəşrlərin, Naxçıvanda elmi nəşrlərin gücləndirilməsinə bağlı müzakirələrimiz oldu. Yəni, Naxçıvan böyük sürətlə inkişaf edir. Naxçıvanın bu sürətli inkişafında Naxçıvan Dövlət Universitetinin xidməti misilsizdir və bu nədənlə hörmətli rektor Elbrus müəllimə xüsusi təşəkkür bildirirəm. Bəli, biz də inanırıq ki, elmin işığında Naxçıvan Dövlət Universiteti ilə Muxtar Respublikamız hələ daha çox yeni üfüqlərə belə deyək, açılacaqdır, daha çox ilklərə imza atacaqdır. Verilişimizin müddəti təbii ki, yekunlaşır. Bizim müzakirəmiz düzdür, maraqlı oldu. Hələ bir çox məqamları da biz ortaya qoya bilərdik. Mən inanıram ki, növbəti dəfələrdə biz həmin məsələləri yenidən ortaya qoyub, qabardacağıq və elə ortaya qoyulan məsələlərin həll olunduğunu da biz şahid olacağıq. Dəyərli izləyicilərimiz, verilişimiz burada yekunlaşır. Sonda qonaqlarımı bir daha xatırlatmaq istərdim. Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Fəaliyyətin Təşkili və İdarə Edilməsi Departamentinin direktoru, İqtisad Elmləri doktoru Professor Zahid Məmmədov, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Ticarət və Menecment Kafedrasının müdürü, İqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovdur. Bir daha hər birinizə təşəkkür edirəm. Biz sizə təşəkkür edirik. Çox sağ olun. Təşəkkürlər. Hörmətli izləyicilərimiz, sağ olun, sağlıqla qalın. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə.